Bilirəm çoxdandır vlog paylaşmıram. Bunun səbəbi isə səsimdir. Az qala 2 həftədən də çox olsun ki, bu vlogu çəkmişəm, amma paylaşmaq nəsib olmamışdı. Deməli, qardaşımın sinif yoldaşının ad günü idi. Biz də dedik ki, gedək hədiyyə alaq. Ona görə hazırlaşıram ki, çıxaq. Təbii ki, gec qaldıq və mağaza artıq bağlanmışdı. Ona görə davamı yoxdur. Amma ki, hazırlaşdığım üçün dedim paylaşım. Təbii ki, mən hazırlaşana kimi mağaza bağlandı. Biz getdik, tapa bilmədik oyuncağı. O səhər durdu, getdi, özü aldı, hədiyyə elədi. Mən isə sadəcə videonun bu parçaları ilə qaldım. Dedim ki, onsuz da Ramazan videosu çəkəcəm və bunları birləşdirim və çox dəqiq olsun. Ramazan pidesi üçün bir dənə çörək otu yox idi evdə. Onu da qaydanda mağazadan aldım və gəldim evə. İlərləyən dəqiqələrdə də sizinlə reseptini bölüşəcəm. Gecə duran kimi təheccüd namazımı qıldım, dualarımı oxudum, sonra canamazımı yığışdırdım. Keçdim mətbəxə və soyuducudan xurmaları çıxartdım, çünki Ramazan boyu ən sevdiyimiz şirniyyat xurmadır. Videonu montajlamamaq üçün çoxlu bəhanələr uydurmuşdum, amma sabah vlog çəkəcəyim üçün gecə-gecə bu videonu səsləndirmək qərarına gəldim. Heç su istədiyim qədər Ramazanda yemək istəmirəm, ona görə sahurda bol-bol su içirəm. Sahurumuza xoş gəldiniz və gəlin bir yerdə Ramazan pidesi hazırlayaq. Dünən axşam, yəni gecə Ramazan pidesi tarifinə baxdım YouTube'dan. Əslində çox asan imiş. Sadəcə üstünə vurduğumuz şeylər dəyişir. İndi də bunu sizə prosesdə göstərəcəm. Sizdə nə qədər un varsa hamısını istifadə edə bilərsiniz. Bizdə bu qədər var idi və hamısını kasəyə tökəcəm. Reseptinin bu qədər asan olması məni şoka saldı. Biraz duz, biraz şəkər tozu, biraz maya və ilıq su əlavə elədim və xəmiri bir kənara qoydum. Öz-özünə qalxdı. Nəysə, xəmiri qoydum bir kənara, 20-25 dəqiqə özünə gəlsin. Yumurtaları qoydum bişməyə, qoydum suyu qaynamağa, çünki qardaşım makaron yeyəcək, onu pişirəcəm ona. İndi isə pidemizin üstünə sürüləcək qatımızı düzəldək. Uşaqlıqdan türk filmlərində və videolarında görə hər Ramazan canım pide istəyirdi və üstünün bu qədər nar kimi qızarmağının səbəbi türklərin yumurtanın sarısının içinə biraz da qatıq qatmaları imiş. Pişiyimizdə hər sahur oyaq olur və bizə motivasiya verir ki, yeyin, sonra da yatın. Yarım saat keçdi və xəmir həqiqətən də çox yaxşı mayalanmışdı. Mətbəxdə vaxt keçirməyə olan sevgim ta uşaqlıqdan gəlir. O vaxtda həmişə qabları mən yumma olar deyərdim. Güc bəla ilə icazə alıb qabları yuyardım. Vaxtın bitməsinə artıq yarım saat qalmışdı. Mən isə bu 2 saat ərzində həm yemək pişirməyi çatdırdım, həm də yeməyi. Günortadan bəri artıq qərarlaşdırmışdıq ki, sahurda yumurtalı çörək yeyəcəyik. Ona görə də normalda qara çörək almaq əvəzinə zavod çörək almışdıq. Mənim fikrimcə sahurda çox da ağır şeylər yeməmək lazımdır və sahurumuzun özəl qonağı Lili də bizlə durmuşdu təbii ki də. Sahurun bitməsinə çox azca vaxt qalmışdı. Ona görə dedim ki, buraları yığışdırım və oturum sakit özümə gəlim 2 dəqiqə. Tam masaya çıxmasını video alırdım ki, o fikrinə yayındı. Videonun bu qədər qısa olmağına ürəyim dayanmadı. Ona görə sifariş verdim və düşdüm aşağı götürdüm. Bu arada səsim həqiqətən çox pis gündədir. Ona görə çəkib-çəkməmək arasında tərəddüd edirdim. Ürəyim elə sevdiyim və yediyim bir şey sifariş vermək istədi. Ona görə də burger yiyelimdən ən son payızda yediyim bu burgeri sifariş elədim. Tək burger yox, yanında ayrıca free porsiyası da sifariş verdim. Çünki mən kartofu çox dəhşət sevən birisiyəm. Nə qədər də şəkildə burgerin yanında çox kartof görsənsə də, bunun mənə yetməyəcəyini bildiyim üçün həqiqətən yaxşı ki, biraz da kartof sifariş eləmişəm. Yanına pendir sosu sifariş verdim, çünki ketçup da mayonez də evdə var idi. Mənim sifarişim ta 28-dən gəlməsinə baxmayaraq, qardaşımın Dəniz Moldan gələn burgerindən daha tez çatdı. O, Burger Kingin iftar menüsünü sifariş verdi və yanında su və xurma ikram olaraq gəlirdi.
idi. Su şişəsi yaş olduğu üçün biraz paketi cırmışdı, amma nəysə ki evin altına sifariş vermişdim və qardaşım onu götürdü və gətirdi. Paketləşdirilmə zamanı çekin də unudulmaması məni çox sevindirdi. İçini açan kimi endirimlərin olduğu bir kağız bizi qarşılayır və altında sifariş verdiyimiz burger, free və nuggetslər var idi. Və bu arada takip edib like atmağı unutmayın, çünki mən artıq CapCut Pro almışam və daha kaliteli videolarla sizin qabağınızda olacağam. Qardaşımın freesi orta boyuydu və paketinə yerləşmirdi. Nuggetsləri də 6 ədəd idi. Burger çörəyi də həmişəki kimi çox yumşaq idi. İçində turşu, pendir və 2 ədəd kotleti var idi. Elə baxanda mən bu menyunu çox bəyəndim. Oruç tutanlar üçün, iftarı gözləyənlər üçün çox uyğun idi. Yanında xurma və su ikram olaraq gəlirdi. Paketləşdirilmənin özünü və içindən çıxanları bir dəftər düzəldərək istifadə edəcəm. Bunu ən çox Avropalılarda görmüşdüm. Sizə isə bu videonu izlədiyiniz üçün çoxlu təşəkkürlər eləyirəm. Like atmağı və abunə olmağı unutmayın.